Baxın görün nə qədər bax bu deməli Azərbaycana qarşı belə ki, bu satqınlar Elşən Cavadovdur kimdir? Oturub Roman Tsipin var, Yahudi alçağın birisi, nə bilim Yahudidir, ermənidir bilinmir hələ. Nəysə bu alçağın qucağında oturub Elşən Cavadov və Azərbaycanı aşağılayır. Azərbaycan dövlət olmayıb, millət olmayıb, nə bilim Azərbaycan ad belə uydurmadır, coğrafi uydurma. Görün, ay qardaş, bu bütün etiraf edirlər Avropalılar, Danimarkalılar, alimlər ki, Azərbaycan sivilizasiya Azərbaycandan gedir. 700 min il tarixi var Azərbaycanın Qafqazda. Türkün tarixi 700 min ildir. Skandinaviya dövlətləri artıq etiraf edir ki, biz oradan gəlmişik. Avropanın təməlini qoyan Alp dağlarının adı da Alp, görürsünüz, Alp Türk torpaqlarıdır. Yəni Avropa Türkdən gedib, demirəm indi hələ Attilanın özü yaradıcısı, qurucusu da, ancaq Attiladan da öncə Şumerlərdən gəlib Avropa. Yəni Türkdən gəlib, ay qardaş, bunlar hardan əmin edir? Bax, bu alçaqlar Azərbaycan ölməyib, meymun gedib o Tsipinin qucağına girib və salanda, olubdur alim. Bax, bu adam da gedib Tsipinin həyat yoldaşı türklərlə gəzir, türklərin qoynunda yatır. Bu da dəli olub türkləri aşağılayır. Bu adam öz arvadına görə indi şey deyir da, Azərbaycandan aşağılayır. Sən nə düşübsən bunun gedib? Özü də ki, homoseksualdılar. Mən o dəfə dedim ki, Minasən var, erməni bir tarixçisi. Onunla bu bir yerdə deməli dostdular və yəni necə Stalinlə Mikoyan sevgilidirlər. Mən deyirəm ki, bax bir-birisi ilə gedin bir-birisi ilə oturun durun da, durub Azərbaycanla əlləşmə. Bu Cavadda nədir, Elşən Cavad nədir? Gedib oturub o komikin qucağında. İndi bu adama nə deyəsən? Bu birinə baxaq. Bu da bizim Azərbaycanlıdır. Görün nə danışır. Deməli, Füzuli Fərəcov. Füzuli Fərəcov, qardaş, bu Fərəcov deməli alimdir da, injinerdir. Deməli, Rusiyada kosmik təyyarə, kosmik raketlərin üstündə çalışan bir mühəndisdir, nədir, nəysə, injiner heç adını da istəmir ki, nə ilə məşğuldur. Sadəcə Azərbaycanlıdır. Bunların bu necə Azərbaycana qarşı nifrətləri var. Gedib indi Rusiyada oxuyubsan, adam deyir, səni adam eləyiblər, deyiblər ki, adam deyil. Bunu deməklə çıxırdı ki, gedib orada adam olmuşam. Yəni görün, Rus kosmosunda işlər. Nə olsa Rus kosmosunda o qədər Azərbaycanlılar olub ki, Çayxorskilər, Basarkeçərli Çayxorski olubdur. Atom bombası, atom nüvəsinin üstündə işləyən. Yəni ən deməli birinci yerdə gedən alimlərdən olubdur. Rusiyada heç onun adını çəkmirlər. Yəni elə ki, alimlər çoxdur da. İndi o deməkdir ki, sən gedib Rusu görün nə deyir. Deməli, Buran samolyotu var idi, kosmosa uçan, onun üstündə bu işləyib da. Yəni onun bəlkə də ideoloqudur, bəlkə də arxitektorudur, konstruktordur, kim olur olsun. Amma sən durub Azərbaycanlılara deyirsən ki, niyə SSR-ə deməli deyirsiniz ki, Ruslar pis olub bizə qarşı, SSR gözəl dövlət olub və SSR-ə niyə deyirlər ki, deməli, xalqlar
türməsi deyirlər, nə deyirlər. Deməli, necə o ruslar deyir, çürümə narodov da, SSR. O deyil, yanlış şeydir. Bu xalqlar türməsi olmuyor SSR. Gör bu adam nə... Ay kişi, bütün elitanı 20-ci illərdə bu SSR, hələ demirəm, Rusiya çarından danışmıram, koloniyasından. Bu koloniyadan azad olduq, çarın koloniyasından azad olduq. Qardaş, bu Bolşevik alçaqları gəldilər, özlərinə kommunist koloniyası yaratdılar da. Təzədəndən işğal elədi, bir söz demir. Bu 20-ci ildə gəlib demokratik Azərbaycanı dağıdan, deməli, xalqlar türməsi deməsin, nə desin? Gör, nə qədər insan heyvan olar. Bu da alim, bu da ziyalı. Nə olsun sən gedib Azərbaycan dilində Rusiyada imtahan verirsən? Deyir, mən rus dili bilmirdim. İndi kətdə Rusça danışmırdılar da, Azərbaycan dili. Amma deyir, görürsünüz də ruslar icazə verdi. Rus bilirsən niyə icazə verib? Ki, sabah səni istifadə eləsin. Nə deyim sizə? Alçaqlar, biz də görmüşük Rus kimdir də. Rus əlbəttə sənə şərait yaradıb, deyib yaxşı ki, səni sonra istifadə eləsin də xalqıya qarşı. Görürsən necə istifadə edib? Sən bugün Azərbaycanı aşağılayırsan, demirsən ki, Ruslar Azərbaycanı işğal edib, deyib ki, SSR türmə xalqları nə bilim, nə demək olar heç. Görün mən kiməm, nə səviyyə qaldıracam. Sənə səviyyə qaldırıb, bizə qarşı qaldırıb, görürsən? Hələ hiss eləmir bu adam, hiss eləmir. Bax, belən ki, bu yetimçələr, bax, səni o kənddən necə buraxanın lənətə gəlsinlər, göndəriblər Moskvaya alçaq ki, gedib. Rusiya Türk torpağıdır, Rusiya Türk çörəyi yeyir. Və o Rusiya ki, gəlib adam olubdur Türkün hesabına, bir gün bizi aşağılayırlarsa, o deməkdir ki, sənin kimi səfihlər, alimlər, sən ziyalı, ay səfih, əgər kimsə buna ziyalı deyirsə, qardaş, onda özü, bilirsiniz kimdir? Rusun daban yalayanları. Ruslar bizim axırımıza istəyir çıxsın. Axırımıza çıxsın da, qardaş. Niyə sən çalışırsan ki, çıxsın, ha? Ay, sizin nəyizə deyim sizə, ha? Belə, görün. Sənin o. Sənə Azərbaycanlı deyənin o. 1830-da axır gəldilər, işğal elədilər. Bir ondan danış. Bütün Azərbaycanı dağıtdılar, dörsə. Fars hökuməti gəldi Azərbaycana, erməni hökuməti gəldi Azərbaycana. Dövləti yarandı, Farslara dövlət yaratdılar İranda. Gürcülərə Dərbəndi dağıtdı, Dağıstanı götürdü Azərbaycandan, Rus dövləti yaratdı. Ay, adam insanla olmayan, ondan danış da, ondan danışın. Niyə danışmırsınız, ha? Siz Azərbaycanlı demiş, siz Azərbaycanlı deyilsiniz. Siz nə bilim, hansı millətdən olansınız? Bandit ölkə necə ola bilər bandit ölkənin? Necə ola bilər bandit SSR yaranıbdır? Milyonlarla insanların qanının bahasında yaranıbdır 20-ci ildə. Ay alçaqlar. Ukraynanın başını kəsir, Çeçinin başını kəsir, Özbəyin başını kəsir, Türkün başını kəsir, Estonun başını kəsir, Ukraynanın, Moldavın başını kəsir, dövlət yaradıb. Buna deyirlər ki, nə qədər gözəl dövlət. SSR vaxtı danışmırdıq. Bilirdik, SSR-dir, yaşayırsan. Axır, indi tarixin düzünü deməlisən, tarixi göstərməlisən dünyaya ki, bunlar kimdirlər, bu heyvan. Rus buna heyvan adı qoyubdur. Pyotr Kral, Rus olmuyor. O da Alman, Fransız, Türk qarışığıdır. Bütün krallar, Yelizaveta, Aleksandr, Nikolay, Ayşe, Rus kralları olmuyor. İndi də idarə edən Tatarlardır Moskvanı, Türk Tatarlarla Yahudilər idarə edir bütün
Rusiyanı bildiniz, yox bilmirsiniz. Sizin ləhnətə gələsiniz. Rus xalqına heyvan adı nəyə görə qoyublar? Ay kişi, bir adam ki gedir anasını zorlayır, başını, qızını zorlayır. Bu heyvanlardan siz nə istəyirsiniz? Bu ərəbdən nə istəyirsən? Bu farsdı, qondarma nə istəyirsən? Qızları aparır, əskərə verir. İranda ki, Azərbaycan qızlarını zorlayırlar, sonra edam edirlər. Ərəb götürür, bütün qızları dəvənin, eşeğin altına atır. Qızları tualetə atır, onu yeyir. Qızları 9 yaşında zorlayır. Ama bu xalqları siz niyə bu erməni bütün dünyaya deməli, dünyaya bütün homoseksual komikləri bütün dünyaya gətirən, Hristiyan dünyasına gətirən ermənilərlə Yunanlar olur. Dünyaya homoseksualizmi, seksualı, pedofiliyanı Hristiyan dünyasına yayıb Yunanlarla ermənilər. Bu bir. İkinci, Şərq dünyasına, Asiya dünyasına pedofiliyanı, homoseksuallığı yaradıbdı ərəblərlə farslar. Ərəblər yayıbdı homoseksuallığı, komikliyi, bütün farslar, bax bu indiki qondarma farslar, bütün pedofiliya, bütün homoseksuallığı yayıb Müslüman İslam dünyasına. Bildiniz, Yunan Hristiyana yayıbdı. Müslüman dünyasına da ərəblə farslar yayıbdı bu homoseksuallığı, bu pedofiliyanı.